Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul uqdeten min lisani yefqahu qavli amma ba'd. Aziz ve muhterem kardeşler, ilk önce uca Rabbimiz Allah subhanahu wa ta'alaya həmd sanalar olsun. Bizi müvəffəq eləyir dinimizi öyrənməyə, özünün məclisində iştirak etməyə, özünü öyrənməyə, faydalı elmi öyrənməyə, cahilliyi üzərimizdən qaldırmağa, hansı ki, bu elm hər bir müsəlmana vacibdir, əziz qardaşlar. Qadın olsun, kişi olsun, cavan olsun, qoca olsun, hər bir şəxs dinini, zəruri olan şeyləri öyrənməsi vacibdir. Əziz qardaşlar, biz Əl-Əməl-ü Salih kitabını keçirik, Allahın müvəffəqiyyəti ilə, Salih əməl kitabını. Bugünkü mövzuda müəllif buyurur ki, Fadlu zikrillahi ində duxulül məscid. Məscidə girərkən Allahı zikr etməyin fəziləti. Hər bir müsəlman məscidə girərkən üzərinə düşən müstəhəb bir zikr var və yaxud dua var. Çalışıb bunu əzbərləsə daha yaxşı olar. Girərkən, məscidə girməmişdən bu duanı və yaxud da zikri desin. Əzbər bilməsə də, kitabçadan və yaxud da telefondan da oxuya bilər, heç bir problem yoxdur. İnsan, ümumiyyətcə, əziz qardaşlar, hətta namaz olsa da belə, bir insan üçün ağır gəlirsə, çətin gəlirsə, yaddaşı zəifdir, götürə bilmir, o ömrün axırına kimi namazı belə, əziz qardaşlar, nə eləyə bilər? Kağızla qıla bilər, heç bir problem yoxdur. Deməli, 87-ci rəvayətdə müəllif deyir ki, Abdullah ibn Amr İbn el-As radiyallahu anhu buyurur ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm məscidə girərkən belə deyərdi. Əuzu billahil azim, əzəmətli Allaha sığınıram. Və bivəcihil kərim, onun hörmətli üzünə, və sultanihil qadim, minəşşeytanirracim. Yəni, dua belədir ki, əziz qardaşlar, Allahın rəhmətindən qovulmuş, lənətə gəlmiş şeytandan böyük Allaha, onun kəramətli üzünə və əzəli hökmünə sığınıram. Və həmçində əlavəsi də var ki, o növbəti rəvayətdə gələcək. Allahümmə ftəhli əvvabə rəhmətik deyə. Deməli, əziz qardaş, Peyğəmbərimiz sallallahu aleyhi ve səlləm deyir ki, kim bunu deyərsə, şeytan deyər ki, günün yerində qalan hissəsini məndən qorunmuş oldu bu adam. Yəni, şeytan, yəni bu adam bunu deyir, məscidə girir, ibadətini eləyir və çıxır. Və şeytan da görür ki, artıq bu zikri deyibdir, bu duanı eləyibdir və deyir ki, şeytan deyir ki, bu duanı deyən zaman o, elə bil ki, digər şeytana deyir ki, bu artıq günün yerində qalan hissəsini məndən qorundu. Yəni, bu, əziz qardaşlar, bu zikrin, bu duanın fəziləti budur ki, insan şeytandan qorunmuş olur. Günün yerində qalan hissəsi ya bu namazdan digər namaza kimidir, ya da səhərdən axşama kimi. İkisi ehtimal olunur. Ya bu, səhərdən axşama kimi, necə ki, səhər-axşam zikirlərində insan səhər eləyir, axşama kimi, axşam eləyir, səhərə kimi. Və yaxud da ki, çünki insan, vacib olan insana nədir? Hər 5 namazda məscidə getsin. Yəni, bu namazdan və digər namaza kimi, namazların arasında qorunmuş olur. Yəni, hər ikisi də ehtimal olunur. Növbəti rəvayətdə müəllif deyir ki, Abdülməlik ibn Suveyd, Səid ibn Suveyd tabinlərdəndir. Deyir ki, Əbə Humeyddən və yaxud da ki, Əbə Useyd Əl-Ənsaridən sahabənin belə dediyini eşitdim. Tabiin sahabənin belə dediyini rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi ve səlləm belə deyərdi ki, sizdən biri məscidə girdiyi zaman Peyğəmbərə salavat gətirsin. Peyğəmbər sallallahu aleyhi ve səlləmə salavat gətirsin. Biz birlikdə məscidə girərkən də həmçinin Peyğəmbər sallallahu aleyhi ve səlləmə salavat demək varid olubdur bu hədisə əsasən. Və sonra desin, qoy belə desin. Allahümmə ftəhli əvvabə rəhmətik. Allahım, rəhmət qapılarını mənim üçün aç. Və yaxud da mənim üzümə aç. Və deyir, çıxdığı zaman isə desin ki, Allahümmə inni əsəluka min fadlik. Allahım, sənin fəzilətindən və yaxud da lütfündən istəyirəm. Deməli, əziz qardaşlar, bunların hamısı müsəlman qalasında var. Müsəlman qalasının əvvəl hissələrində var. Məscidə gedərkən, məscidə girərkən, məsciddən çıxarkən bu zikirlər var, transkripsiyası da var, tərcüməsi də var. Deməli, müstəhəb olan odur ki, insan məscidə girərkən Peyğəmbərimiz sallallahu aleyhi ve səlləmə
salavat gətirir. Bu rivayətdən əvvəlki oxuduğumuz o dua ki var idi, onu oxuyur. Hansı ki Əuzu billahil azim və bivəcihil kərim və sultanihil qadim və minəşşeytanirracim. Sonra bismillah və salatu və selamu alə rasulillah. Allahümmə ftəhli əbvabı rəhmətik. Necə ki, müsəlman qalasında gəlir, hamımız belə əzbərləmişik. Bu formada deyir, insan, əziz qardaşlar, məscidə daxil olur. Yəni, həmçində burada elə bir Peyğəmbər sallallahu aleyhi ve səlləmə salavat deməyən fəziləti də var ki, insan məscidə girəndə Peyğəmbərimiz sallallahu aleyhi ve səlləmə salavat deyir. Və Peyğəmbər sallallahu aleyhi ve səlləmə salavat deməkdə biz bilirik ki, fəziləti barəsində Allah onu 10 dəfə tərifləyir, mələklər də onun üçün 10 dəfə dua edir. Və insan məscidə girərkən Allahın rəhmət qapılarını onun üzərine açmasını diləyir. Çünki məscid elə münasibdir ki, məscidə girəndə insan Allahdan onun rəhmətini diləsin. Çünki artıq oraya girəndə əzəmətli, böyük bir ibadətə başlayacaq insan. Hansı ibadətdir? Hər bir müsəlmana, özünə müsəlman deyən şəxsə vacib olan namazlardan gün ərzində o getdiyi vaxta uyğun olaraq o namazlardan birini qılacaq. Ona görə əvvəlcədən insan ibadəti yerinə yetirməmişdən qabaq Allahdan müvəffəqiyyət istəyir. Ümumiyyətcə, əziz qardaşlar, insan hər hansı bir iş görürsə, nə iş görsün? Ticarət olsun, evlənmək olsun, elm almaq olsun, hər hansı bir iş dalıca çıxır, ruzi dalıca çıxır, Allaha dua etməlidir, müvəffəqiyyət diləməlidir, halal ruzi istəməlidir. Necə ki, buna dəlalət edir səhər zikirlərində. Allahumma inni əsəluka ilmən nafiyə və rızqan tayyibə və əmələn mutaqabbələ. Elə günün insan nədir? Faydalı elm Allahdan diləməklə, təmiz halal ruzi diləmək və qəbul olunan əməl diləməklə Allaha dua eləyək gün başlayır. Və elə, yəni ki, Allahdan elə istəyir, diləyir. Və yəni bundan sonra da yenə də insan xüsusi hər hansı, yəni o imuməndir, xüsusən hər hansı bir iş dalınca, əməl dalınca gedəndə yenə də insan eyniməlidir Allahdan müvəffəqiyyət xeyir diləməlidir. Necə ki, məscidə girəndə də bu da ki, xüsusi də gəlibdir ki, insan Allahın rəhmətini diləməlidir. Və insan, əziz qardaşlar, məsciddən çıxanda da Allahın lütfünü diləməlidir. Allahın fəzilətini diləməlidir ondan. Artıq bu məsciddən çıxandan sonra insan artıq dünyaya çıxır. Ona görə münasibdir ki, Allahın lütfünü, fəzilətini istəsin. İnsan olubsa ruzi dalına gedir, fərq yoxdur, hər hansı bir yerə getməsinə asılı olmayaraq insan birinci məscidə girəndə Allahın rəhmətini diləyir və çıxanda da Allahın, əziz qardaşlar, lütfünü diləyir ondan. Növbəti fəsildə müəllif deyir, əziz qardaşlar, mə cə fi təhiyyətül məscid. Təhiyyətül məscid barəsində gələn rəvayətlər. Yəni ki, məscidə girərkən qılınan namaz, yəni məscid salam namazı belə deyək ki, məscidə girərkən qılınan 2 rükət namazı və yaxud da salam namazı bu barədə gələn rəvayətlərdir. Bu barədə 2 dənə rəvayət var. 88-ci rəvayətdə müəllif deyir ki, Allah Rasulü sallallahu aleyhi ve sellem belə buyurdu. Sizdən biri məscidə girərkən, məscidə girdiyi zaman oturmamışdan əvvəl qoy 2 rükət namaz qılsın deyir. Məscidə girərkən hər bir şəxsin üzərinə düşən odur ki, oturmaq istəyirsə, o insan 2 rükət namaz qılmalıdır. Yəni, müstəhəb olan bir qism alimlər vacib deyiblər, amma yəni, bunun hökmü konkret olaraq sünnə müəkkədədir, təkid olunan sünnədir. Yəni, belə adi sünnələrdən deyil, təkid olunan sünnədir ki, çalış insan nə eləməsin, bunu tərk etməsin. Hətta Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bildiyimiz kimi cümə xütbəsində belə xütbə zamanı gələn sahabəni oturduğunu görür, onu qaldırıb, usta soruşur ki, namaz qıldın mı? Deyir ki, yox. Deyir ki, qalq 2 rükət namaz qıl. Xütbə zamanı, yəni biz bilirik ki, danışmaq olmaz və insan sakit durub xütbəni dinləməlidir. Amma buna baxmayaraq Peyğəmbərimiz sallallahu aleyhi ve sellem onu danışdırıb və əmr eləyib ki, qalxsın 2 rükət iki rükət namaz qılsın da, yəni məscid namazı və yaxud da salam namazı qılsın. Növbəti rəvayətdə də əziz qardaşlar 89-da da yenə Əbu Qatada deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem belə buyurdu ki, sizdən biri məscidə girərkən 2 rükət namaz qılmayancaya qədər oturmasın. Deməli, məsələnin fikri belədir. Hökm baxımından əziz qardaşlar, cümhur alimlərin görüşünə görə bu sünnə müəkkədədir. Vacib deyil, nə də adi sünnələrdən deyil, təkid olunan sünnələrdəndir. Və bu da kimə aiddir əziz qardaşlar? Oturmaq istəyənə. İndi bir insan məscidə girir, çıxırsa, yəni vacib deyil ki, məscidə girənə, hətta laf vacib olsa da belə götürsək. Və yaxud da müstəhəb deyil ki, məscidə girdinsə də namaz qılmalısan. Yox, oturmaq istəyirsənsə də. Yəni bu da odur ki, Allahın evinə hörmətdir. İnsan Allahın evində oturmaq istəyirsə, namazla otursun.
Allahın evində oturmaq istəyirsənsə, namazla otur. Yəni sən girdin, istəyir xutbə verilsin, istəyir əziz qardaşlar, elm məclisi olsun, məsciddə zikr məclisi olsun. O zaman insan ona fikir vermir, 2 rükət namaz qılır. Yalnız istisna odur ki, görür ki, artıq xutbə qurtarır, axır vaxtındadır. Və yaxud ümumiyyətcə insan oturmaq istəmir. Bəzən olur ki, gec gəlir. Cümə günü məsəl üçün deyək ki, cümə günü gəldin, gec gəldin. Otura bilmək üçün, yəni biraz yer sıxlıqdır, otura bilmək olmur, ayaq üstə durursan. Sənə, yəni ki, heç müstəhəb də deyir ki, ümumiyyətcə heç vacib də, müstəhəb də deyir ki, sən eləyəsən, kimisə də bir narahat eləyib o tərəfə, bu tərəfə çəkib namazı qılmağın. Yəni ayaq üstə duran adam, ayaq üstə duracaqsansa da o namazı qılmağa ehtiyac yoxdur. Kimisə narahat etməyə ehtiyac yoxdur. Kimin üçün müstəhəbdir? Oturmaq istəyən üçün. Oturmaq istəyirsənsə də məsciddə, yəni elə belə nəsə götürmək üçün, girdin nəsə almaq, vermək üçün məsciddə kimdənsə də nəsə götürürsən, bu kimi şeylərə görə o namaz qılınmır. Oturmaq istəyənə aiddir. Və həmçinin məsələn çox sual verilir ki, qısa müddətə insan çıxırsa, qısa müddətə çıxırsa, çox qısa müddətəndir, telefon zəng çalır, istəmir ki, məsciddə insanları narahat eləsin. O müddətə də yəni ki, ehtiyac yoxdur. Gəlir, yəni ki, qısa bir müddət. Amma dəstəmaz pozulub, gəlirsə, içəri girirsə də yaxşıdır ki, təzədən insan 2 rükət namaz qılsın, otursun. Növbəti fəsildə, əziz qardaşlar, müəllif deyir ki, Əs-salatu beynəl əzəni vəl-iqamə. Azan və iqamə arasında namaz. 90-cı rəvayətdə müəllif deyir ki, Allah ibn Muğaffəl radiyallahu anhu rəvayət edir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurdu. İki azan arasında, hər iki azan arasında namaz vardır. Hər iki azan arasında namaz vardır. Hər iki azan arasında namaz vardır istəyən üçün. Deməli, əziz qardaşlar, burada azan deyiləndə iqamə də bildiyimiz kimi, sünnədə iqamənin də adı azan kimi keçir. Bu və digər bir neçə rəvayətlərdə də iqamiyə də azan kimi deyilir. Yəni, bu da elə bir ki, iqamə də kiçik bir nidadır ki, o məsciddə oturanları, yaxındakıları artıq namazın qılınmasının elanıdır. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem 3 dəfə təkrarla buyurur ki, hər iki azan, yəni azanla iqamə arasında namaz var. Yəni 2 rükət namaz var. 3 dəfə deyəndən sonra, yəni bu niyə təkrar deyil? Bu əməlin diqqət yetirilməsi üçün, mühümlülüyünü bildirmək üçün Peyğəmbərimiz sallallahu aleyhi ve sellem belə deyir. O sünnədir, vacib deyil. Sünnə müəkkədə də deyil, sünnədir. Deməli, insan Peyğəmbər sallallahu aleyhi ve sellem sonunda nə deyir? İstəyən üçün. Kim istəyir? Onun üçün. Bu da, əziz qardaşlar, hansı namazların arasında ola bilər? 3 və yaxud da 2 namazın. 3 ya 2. Sübh namazın bilirik ki, sünnəsi var. Özünün sünnəsi var. Burada belə bir şey qılmaq varid olmayıbdır. Nə Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin özündən, nə sahabələrindən. Zöhr də həmçinin. Özünün əvvəlki ratibələri var. Burada qalır 3 dənə namaz. Əsr namazı, bunu xüsusi izah eləyəcəm. Məğrib işə. Məğrib işədən sonra, əziz qardaşlar, ümumiyyətcə əvvəl Peyğəmbər sallallahu aleyhi ve sellemdən varid olan səhih bir şey yoxdur. Ratibə sünnə olaraq səhih bir şey yoxdur. O zaman istəyən adam azanla iqamə arasında 2 rükət namaz qıla bilər. Biz ümumiyyətcə belə götürmüşük ki, rəvayətlərə əsasən azanla iqamə arasında ediləcək ən fəzilətli əməllər 2-dir. Ya namaz qılırsan, ya da dua eləyirsən. Bu hər ikisinə də səhih rəvayətlər var. Yəni biri də buna dəlalət edir, indi oxuduğumuz namaza. Məğriblə nişanı bildik. Çünki əvvəlki ratibəsi yoxdur. Əsrdə də ratibə yoxdur, əziz qardaşlar. Sadəcə olaraq əsrdə Peyğəmbərimiz sallallahu aleyhi ve sellemdən hədis var ki, əsr namazından əvvəl 4 rükət qılan qula, insana Allah rəhm etsin deyə. Belə bir rəvayət var. Yaxşı, bunda insan nə eləyir? 4 rükət qılmaq istəyirsənsə də o fəziləti əldə etmək, qılırsan. Artıq bunu deyək ki, bunun hökmü düşür. Yox, görürsən, vaxt qısadır, yəni biraz gec gəlirsən, görürsən ki, 1-2 rükət qılmağa imkan var. Yəni o getdi, artıq nə eləyirsən? Bu niyyəti qılırsan ki, 2 rükət, azan iqam arasında 2 rükət namaz var. Yəni bu dedi ki, bu istəsən eləyirsən. İstəməsən də ki, heç bir şey. Yəni ki, ya usta durursan, ya da ki, oturmazsan, yenə də təhiyyə namazı qılıb oturmaq lazımdır. Yəni sən bunu elə, əziz qardaşlar, bu 2 rükəti qılıb otursan da belə, həmçində nəyi əvəz eləyir? Təhiyyətül məscidi, məscidə salam namazını da əvəz etmiş olur.
Yəni dedikdə orada məqsəd nədir? Namazla oturdu. Hansı namazla? Fərzlə oturdun, və yaxud da duha ilə oturdun, və yaxud da ratibələrlə oturdun, dəstəmaz namazı ilə oturdun, hər hansı namazla oturdun. Səbəbli və yaxud da səbəbsiz namazla oturdunsa da namazla məsciddə otur. Növbəti rivayət ilə eynidir. 91-dən yenə Abdullah ibn Muğaffəl radiyallahu anhu deyir ki, hər iki azanda arasında namaz vardır, hər iki azanda namaz vardır, hər iki namazın, yəni azanın arasında namaz var ki, istəyən üçün. Bu da eyni şeydir əziz qardaşlar, eyni. Sadəcə ərəb dilində birində beynə kulli əzəneyni gəlir, burada da gəlir ində kulli əzəneyni. Növbəti fəsildə əziz qardaşlar müəllif buyurur ki, əs-salə qabləl-farida. Fərzdən əvvəl namaz. 92-ci rivayətdə müəllif deyir ki, Abdullah ibn Zübeyir radiyallahu anh rivayət edir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurdu. Elə bir fərz namazı yoxdur ki, onun əvvəlində 2 rükət namaz olmasın. Bu da ki, əvvəlki rivayəti oxşardı, ümumi məna baxımından. Hər fərz namazından əvvəl elə bir ki, nə var əziz qardaşlar? Burada Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, 2 rükət namaz vardır buyurur. Yəni bu, ümumən belə götürəndə bu, bütün namazlara aid. Yəni onsuz da ki, biz bilirik ki, sübh namazının özünün ratibəsi var. Zöhrün də nədir? Ratibəsi var. Ümumiyyətlə, İbn Ömər radiyallahu anhumadan gələn zöhr namazından əvvəlki sünnə 2 rükətdir. Yəni gün ərzində biz qıldığımız ratibə sünnələri ki, toplumu biz bilirik, 12 rükətdir. Bir rivayətə görə isə İbn Ömərdən gələni 10 rükətdir. Necə? Sübhdən əvvəl 2, zöhrdən əvvəl 2, zöhrdən sonra 2, məğribdən sonra 2 və işadan sonra 2. Bu neçə elədir? 10 dənə. Amma Peyğəmbər sallallahu aleyhi ve sellemin 2 zövcəsindən gələn Ümmü Həbibədən və Ayşə radiyallahu anhadan gələn rivayətlərə əsasən 12 rükətdir. Zöhrdən əvvəl, burada bir dənə əlavə edir ki, zöhrdən əvvəl 4 rükət, hər ikisi də zöhrdən əvvəl 4 rükət olduğunu bildirir. Yəni ki, bu rivayət də ondan güclü rivayətdir. Növbəti fəsildə müəllif buyurur ki, Əs-salah ba'dəl-fərida. Fərzdən sonra namaz. O əvvəl idi, bu da fərzdən sonra namazdır. 93-cü rivayətdə deyir ki, Əli radiyallahu anh rivayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm hər fərz namazından sonra, hər fərz namazın arxasınca 2 rükət namaz qılardı, əsr və sübh namazı istisna. Ümumiyyətcə, əsr və sübh namazından sonra nafilə namazları qılmaq icazəli deyil. Yalnız dəstəmaz namazı olarsa biz buna izah vermişik və məscid namazı olarsa. Bu konkret səbəblidir. Amma yəni ki, insanın elə ümumən məsələn nafilə namaz qılmaq istəyirsə də, nafilə namaz qılmaq istəyirsə də, yəni ümumi dəlillərə əsasən çoxlu namaz qılmaq fəzilətinə görə, yəni ki, bunu əsrdən və sübh namazından sonra eləməsin. Nə məsciddə, nə də evdə. Hətta evdə də olsa da belə etməsin. Yəni Quran oxusun, zikr eləsin, dua eləsin, istiğfar diləsin, başqa ibadət növləri ilə məşğul olsun, amma namazı qılmasın. Yalnız, yəni sübh namazının sünnəsini ötürərsə, əvvəl qılmayıbsa, o başqa məsələ. Sübh vaxtının namazını ötürərsə, istər məsciddə, istər namaz evdə olsa, sübh namazından sonra qıla bilər, amma bunu sübh çıxandan sonra qılsa daha əfsəldir. Biz buna izah vermişik. 94-cü rivayətdə Əli radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem hər fərzdən sonra arxasıca 2 rükət namaz qılardı, fəcr və əsr istisna olaraq. Və burada deyir ki, elə bir namaz yoxdur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem ondan sonra mütləq 2 rükət namaz qılmasın. Bunda da belə gəlibdir. Sübh və yaxud da fəcr, əsr qeyd olunmuşdur 3-cü rivayətlə. Amma da əvvəlkilərdə qeyd olunubdur. Məsələ belədir ki, əziz qardaşlar, dedik ki, əsrdə, sübhdə qılmısan. Bu məlum məsələdir. Yerində qalır zöhr, zöhrün özünün sünnəsi var. Məğribdir və işanın özünün sünnəsi var. Və alimlər deyirlər ki, bu ehtimal ki, elə qəsd olunan budur. Qəsd olunan budur, çünki yəni ki, baxanda görsən ki, o namazları xüsusi qeyd eləyir Əli radiyallahu anh. Elə rivayətdə özü elə izah eləyir ki, yəni bunlardan sonra qılmayıbdır. Yəni qıldığı nədir? Zöhrdür, məğribdir, işadır və onların hamısından da sonra da elə 2 rükət namaz qılmaq gəlibdir. Hamısından sonra. Bir dənə zöhrdən sonra əlavə rivayət var ki, əziz qardaşlar, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, kim zöhrdən əvvəl 4 və zöhrdən sonra 4 rükət namaz qılarsa,
Allah onu cəhənnəmi haram eləyər və yaxud da onun üzünü cəhənnəmə haram eləyər. Bax, belə bir rəvayət var. Bu da səhihdir. İnsan bunu, yəni ki, bu fəziləti əldə etmək üçün də qıla bilər. Zöhrdən əvvəl 4, zöhrdən sonra da 4. Bu da əlavə bir başqa bir rəvayətdir, amma ratibə deyil. Ratibə gün ərzində qılınan 12 rükət namazdır. Bundan kifayətlənək əziz qardaşlar. Allah Taala'dan istəyirəm, Allah Taala bizi eşli faydalardan etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi öz dinində fəqihlərdən, dərin bilgi sahiblərindən etsin. Allah Taala'dan istəyirəm, Allah Taala bizim bütün günahlarımızı bağışlasın, bizi əfv etsin. Allah Taala'dan istəyirəm, Allah Taala bizi daimi harada olduqsa olaq qorusun, hifz etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala yaşadığımız yerdə Əhlüsünnət cəmaatını daimi izzətli, hörmətli, başuca, güclü, qüvvətli etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi burada yığıb cəm etdiyi kimi uca cənnətdə sevimli Peyğəmbər Muhammed sallallahu əleyhi və səlləm yanında bizi yığsın, cəm eləsin, toplasın. Daha doğrusunu Allah bilir və sallallahu alə nəbiyyinə Muhammedin və alə alihi və əshabihi əcmaîn. Subhanakallahumma bihamdik. Əşhədü en la ilahe illə ent, əstəğfiruke və ətubu ileyh.